Düz 3 saat yarımdan sonra mən uçmalıyam. Yəni, hökmə getməlisən, Hı? Hə, əlbəttə, biletimi də qabaqçadan almışam. Tapmısan? Diqqətlə baxırsan. Yadımda saxlamaq istəyirəm. Sonra tez-tez bu otağı yada salacağım. Cürbəcür nağıllar uyduracağım. Nağıllar? Hə? Bax, bu şeylər mənə sənin ömrün, yaşamağın haqda çox şey deyir. Onda da görək. Məndən əməlli başlı bir arxitektor ola bilər ya yox? Hər halda onu deyə bilərəm ki, sevdiyin işlə məşğulsan. Bu sənin təzə layihəndir? Hə? Nəyin? Günəş sarayının. Günəş və işıq sarayının. Bu saray dağ havasına, günəşə, səmaya açıq olacaq. Pəncərələrində dənizin işıqları əks olunacaq. Şəhərdən cəmaat axışıb gələcək bura. Özlərini dənizin, səmanın, günəşin sahibləri kimi hiss eləyəcəklər. Burada hamı bir-birini tanıyacaq. Lap içəri şəhərdə olduğu kimi. Haçan bu tikiləcək? Bilmirəm. Mən layihəni işləyirəm. Tikilmək gələcəyin işidir. Şəkillərə baxmaq istəyirsən? Hə. Bunların çoxu institut bitirib yəqin işləyir. Hə? Görüşüb eləyirsiniz. Hərdən. Şəfiqə yadındadır. İndi o bizim məktəbdə riyaziyyatdan dərs deyir. Babayevin yerinə. Deyir ki, indi mən başa düşmüşəm ki, müəllimlərimiz bizim əlimizdən nə çəkiblər. Mən sizin hamınızdan yaxşı oxuyurdum, yadındadır. Babayev kəlmə başı deyərdi, mənim şagirdlərimin hamısından zəkalısan, böyük alim olacaqsan Sofya Kovalevskaya tək. Yadında?
Bəs işləmək barəsində fikirləşib eləmirsən? Mən işləyirəm də. Camalın katibəsi. Ay, yok, lazım değil. Lazım değil Oktay. Üzr istəyirəm. Bağışla məni. Amma mən heç başa düşmürəm ki, Niye de başa düşmelisin? Gelmiştim ki seni görüm. Anadan olan gününü tebrik edin mesela. çox sağ ol. Sen deme ad günün sabahdı. Sabahsa uzaklarda olacağım. Qala bilməzsən? Yok, mənası yoktu. Sabah dostların gelecek. Bizim dostlarımız ama indi onlar yalnız senin dostlarındı. Zarafat değil, gör neçə il keçib üstündən. Yəqin heç məni tanımazlar. Sən Allah bırak bu sözləri. Niçin qanımı qaraldırsın? Yaxşı sabah kim gələcək yanıma? Arif, Şəfiqə, Rauf. Yox. İndi biz bir-birimizin ad günündən getmirik. Keçmiş günləri unutmuşuq. Əsasən indi iş yoldaşlarımızla görüşürük. Sabah gələn olsa yəqin ki, emalatxananın işlərindən olacaq. Senin yeni dostların, kollegaların, yeni hayatın. Tekçe mən keçmişten gelmişim. Teyyaranın vaxtına ne kadar kalır? Bir akşam taksiden düşüp payıza bilmedik haraya hayana gider. Bir akşam taksiden düşüp payıza bilmedik haraya hayana gider. Bahar hasretiyle payız akşamı yine hezin titredi yürek. Yağışın elinden kaçıp bir günce dayandı yüzümüz denize sarı. Yağışın elinden kaçıp bir günce dayandı yüzümüz denize sarı. Yine akılmadı payız gelince o uzak günlerin bitmiş. Deməli təyyarə bircə 8:30-da düşür. Səhər tezdən Moskvadasın.